Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Sabahın hava proqnozu açıqlandı. Azərbaycan ərazisində noyabrın 10-una gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən ölkə AZA verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, az siskin olacaq, şimal-qərb küləyi səhər cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 9, 13 isti, gündüz 17, 20 isti olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8, 13 isti, gündüz 18, 23 isti, dağlarda gecə 1, 4 isti, gündüz 10, 15 isti olacaq.